variantı. 16-cı testdən başlayıram. Cəm formada olan düzgün isim cümləni seçək. A variantı. Bizim dərsimiz 8-də başlayır. Lesson dərs təkdədir. B variantı. Novruz sevimli bayramdır. Novruz sözü təkdədir. Bayram sözü təkdədir. C variantı. Uşağım var yaxşı oyuncağı. Uşaq sözü təkdədir. Oyuncaq sözü, gəlincik sözü dol təkdədir. D variantında bu bizim yeni məktəbimizdir. Yeni məktəb sözü təkdədir. Y variantında aha, friends, dostlar, teachers, müəllimlər, onun dostları, müəllimələrdir. 16-da cavab oldu Y. 17-yə baxıram. Sənin dostun harda yaşayır? Friends sözü təkdədir. B variantında butterflies, kəpənəklər cəmdədir. C variantında grass sözü ot təkdədir. D variantında big bear, böyük ayı təkdədir. Y variantında my room, mənim otağım təkdədir. Deməli düzgün cavab olur B variantı. 18-ə baxıram. Təkdə isim, cəm olan isimləri axtarırıq. Hansı cümlədə cəm isim var, onu axtarırıq. 18-ə baxıram. A variantında woman sözü, woman, qadın təkdədir. B variantında message, mesaj sözü təkdədir. C variantında book, kitab təkdədir. D variantında her coat, onun paltosu təkdədir. Y variantında a lot of rivers, çoxlu çaylar. There are a lot of rivers in the world. Dünyada çoxlu çaylar var. Deməli 18-də də cavab oldu Y. 19-cu testə baxıram. His cousin, onun kuzəni təkdədir. B variantı children, uşaqlar cəmdədir. C variantı rabbit, dovşan təkdədir. D variantında dinner sözü, nahar təkdədir. Y variantında a garden, həyət təkdədir. Deməli cəm isim olan B variantı oldu. Çox asan testdir bu. 20-ci testə baxıram. Children, uşaqlar cəmdədir. My sister təkdədir. Home task təkdədir. Child təkdədir. Y variantında da VZ sözü təkdədir. Deməli bir cəm isim olan olduğu 20-ci testdə A variantı. Gəlin cavabları başdan bir deyim, siz də yoxlayın. Birincidə bizdən cəm olan isimləri soruşdu. Birinci testdə cəm olan isimləri soruşdu. 1D, 2B, 3 oldu. 1, 4, 6 A. Dördüncü testdə oldu cavab 2, 5, 6. 2, 5, 6 C variantı. Beşinci testdə cavab oldu 1, 3, 5, yəni Y variantı. 6-cı testdə təkləri istəyir bizdən. Təkləri axtarıb tapmalıyıq. 6-cı test oldu B. 7-ci test oldu D. 8-ci test oldu 1, 2, 5, yəni C. 9-cu testdə düzgün cavab oldu təklər 2, 3, 5, yəni E. 10-cu testdə cavab oldu 3, 5, 6, yəni A variantı. 11-ci testdə cəm formada olan isim istəyir. 11 C, 12 B, 13 deməli cəm istəyir. 13 D, 14 A, 15 C, 16 deməli E, 17 B, 18 E, 19 B, 20 A. Bugünkü test izahım bu qədər. Çox asan bir dərs idi. Əgər isim cəmlənməsinə aid hər hansı bir qaranlıq nöqtəniz varsa, kanalıma daxil olursunuz. Orada ismin cəmlənməsi, noun part 2 ismin cəmlənməsi dərsini paylaşmışam. O dərsə baxın. Əminəm ki, o dərsə baxdıqdan sonra heç bir sualınız olmayacaq. Bugünkü izahım bu qədər. Sağ olun, hələlik.